Bir aşağıdakı ədədlərin hansı ədəd oxunduğunda 13 ədədindən 18 vahiddən kiçik məsafədə yerləşir? Götürüb 13-dən 18 çıxma. Mənası o deyil. Bax, 13 ədədindən 18 vahiddən kiçik məsafədə yerləşir. Bir dəfə 13-ün üstünə 18 gəl. Bir dəfə 13-dən 18 çıx. Bu 20-5. Bu eləyir 31. Kiçik məsafədə deyirsə, bu aralıqda yerləşən ədədləri götürəcəksin. Bu ərazi kiçik məsafədir. Kiçik məsafə sözün bir başa düş, yaxın məsafə. 13-ə 18-dən daha yaxın ədəd. Hansı ədədlər var? Bu -4 var burada, -3 var, -2 var, düzdür? Bu kiçik məsafədir. 1-2 nümunə yazıram. -4, -3, 1, 2, bu 13-dən sonra 16, 29. Bunlar hamısı kiçik məsafədədir. 13-ə 18-dən daha yaxındır. Məsəl üçün 13 ilə 16 arasında nə qədər məsafə var? 3 məsafə var. 18-dən yaxındır. 18 məsafə deyil. Mənası budur. İndi uzaq məsafədirsə, böyük məsafədirsə, tutaq ki 13-ə 18-dən böyük məsafə. 13-ün üstünə bir dəfə yenə 18 gələrsən, bir dəfə yenə 18 çıxarsan, eyni qayda burada. Sadəcə bu dəfə digər ştrixləri götürəsən. Məsəl üçün, bax, 34 ədədi 13-ə hansı məsafədə yerləşir? 5'ten 34 ədədi 13-ə hansı məsafədə? Aralarında nə qədər məsafə var? 14, 15, 16. 34 ilə 13 arasında hansı məsafə var? 21 məsafə var. 34-dən 13. 21 məsafə var. 18-dən daha böyükdür. 18-dən daha uzaqdır. Və yaxud da burada -7 ilə 13 arasında 18-dən daha uzaqdır. Bu da uzaq məsafədir. Uzaq və ya böyük. Və ya böyük. Mənə göstərim. -7, -10, tutaq ki 32, 47. Bunlar hamısı uzaq məsafədə yerləşir. Birdən sonra 2 qalsın, sən yazarsan 3. Yəni 3 də eyni tiplidir. Ədəd oxunda n ədədindən n ədədi burada tutaq ki 2n-dən böyük. N-in üstünə 2n gəl bir dəfə, n-dən də 2n çıx. Bir -n eləyir, bir də 3n eləyir. Böyük məsafə dediyinə görə uzaqlaşıram. Bu sol tərəf necə adlanır? O tərəf. Mənfi sonsuzluqdan -n. Bu tərəfdə mənfi sonsuzluq var. Birləşir. Sağ tərəfdə bu tərəf. 3n-dən müsbət sonsuzluğa doğru. 4 saniyə. 5'i yazın. 5'dəki aralıqları say. Deyir, B çıx, A fərqini tapın. Biz bu 13 bölgü olası deyilir. Heç onu işlətmədən belə sən yaza bilərsən misal. Bir A və B nöqtələri arasında 13 bərabər məsafə var. Sıfırdan 1'ə qədər nə qədər bölgü var? 1, 2, 3, 4 dənə bölgü var, düzdür? Hər bölgə nə qədər düşür? 4 dənə bölgü var, bir dənə bölgü 4'də 1 olur da. Düzdür? Cavabı toxum burada çəkək. Burada çəkməklə bunun üstündə izah edeyim. Bilməyə ağlıma gəlmir səhər. Bax. Nasıl buydu. Bunun bir dənə bölgüsü 4'də 1'dir. 1, 2, 3. Bir dənəsini silək. Bunun bir dənəsi 4'də 1'dir. Bax 4'də 1.
4'te 1, 4'te 1, 4'te 1, 4'te 1. Burada bir tane 4'te 1, 4'te 1, 4'te 1 fikir ver. 4'te 3'te yanıq bu. 1 tam 4'te 3. Aydın oldu. Sol tərəfə gedək yeni qayda. Yenə 4'te 1, 4'te 1, 1 mənfi 1 tam. 4'te 1 bura. Bir tane 4'te 1, bir yerden al 4'te 2. Mənfi 1 tam 4'te 2. Tərəf oldu. Bir-birindən çıxaq. Deyir B çıx A-nı tap. B çıx A. 1 tam 4'te 3'dən çıxıram. Mənfi 1 tam 4'te 1. Mənfilər toqquşur. Müsbət olur. Vurulur da bir-birinə yəni. 1 ilə 1 toplam 2. 2 tam 4'te 4. 4'te 4 1 deməkdir. 2'nin üstünə yəni 3. Dağın ətəyində dəniz səviyyəsindən havanın temperaturu 6'dır. 8'i buraya yazım. Sekiz. Dağın ətəyində 8 Selsidir. Yox 6 Selsidir. 6 dərəcə Selsidir. Tərsinə idi ona idi yazım. 6 dərəcə Selsidir. Yuxarıda mənfi 13 dərəcə Selsidir. Mənfi 13 dərəcə Selsidir. Arada görə nə qədər dəyişik baş verib, dəyişim oldu. 6'dan mənfi 13 çıxıram. Bu dağın ətəyidir, bu da dağın təbəy nöqtəsi. 7. 2 dənə mənfi bir-birinə vurur, toplanır. Ha ben. 19. Arada 19 Selsi dəyişim olub. Deyir ki, hər bir Selsi dəyişimdə dəyişim üçün 300 metr yüksəkliyə qalxmaq lazımdır. Və yaxud da hər 300 metr yüksəkliyə qalxdıqda havanın temperaturu 1 Selsi düşür. 19 Selsi düşüş baş veribsə, 19'u da vururam 300'ə, görüm neçə metr bu adam hərəkət edib. Yuxarıya doğru. 5700. İrrasional ədədlər. İkinci bölmə. Mütəsə rasionaldır. Kökdə 4'dən 2 çıxır. Yəni 2'nin kvadrat deyil. Ona görə bu rasionaldır. Kökdə 3-cü dərəcədən 27'dən də kök çıxır. 3'ün kubu 27 deyil çünki. 3-cüdə 2 kök altda 2 çıxılsın kök altda 8. 2 kök altda 2 çıx. Kökdə 8 kök altda 4 vur 2 kimi yazıla bilər. 2 kök altda 2 çıxılsın. 4'dən kökdə 2 çıxır. Kökdə 2, 2 çıx, 2 kökdə 2 çıx, 2 kökdə 2 özündən özünün çıxanda 0 edir. Bu da rasionaldır. 3 dənəsi rasional çıxıb. 4-cüsü rasional deyil. Çünki kökdə 2'dən 1 çıxma olmur. Belə də qalır. 5-incisi də rasional deyil. Yəni bu irrasionaldır. İyə daxildir. 5 də rasional deyil. 1, 2, 3. Mütəsə doğru deyil. Bu ikinci sualda ola bilər deyilənlər doğrudur. Hansı ki, ola bilər deyir, ola bilər. Bunlar doğrudur. Mütləq doğrudur deyilənlər səhvdir. Götürmürsən. Tamam, doğru değildir. Doğru değiller. 3, 4. Üçüncüdə də eynidir. Dördüncüdə hesablamaq lazımdır. Alfa, beta irrasional ədədlər. Alfa üstəl beta sıfırdan fərqli rasional ədədlər. Alfa və beta irrasionaldır. Toplayanda amma rasional olub. Bu cür yazarıq. 3 çıx kök altda 5. Birinə də 3 üstə gəl kök altda 5. Bunların cəmi neçədir hesablayaq hələ. Köklə 5'də islah getdi. Biri mənfi, biri müsbətdir. 3 üstə gəl 3, 6 edir. Rasional oldu. Deməli, rəqəmləri elə qoydum ki, özləri rasionaldır, köklər var. Amma toplayanda köklər islah gedir, rasionallıq qalır. İndi bütün variantlarda bu açıq beyni yerinə qoyacağım. 3 çıx kök altda 5 çıxılsın 3 üstə gəl kök altda 5. 3 çıx kök altda 5 çıx 3 çıx kökdə 5. Müsbət 3 mənfi 3 getdi. Mənfi 1 çıx 1 kimi başa düş bunu. Çünki kökdə 5'in qarşısında mənfi 1 var. Mənfi 1 çıx 1 mənfi 2 kök altda 5 eləyir. Bu irrasionaldır. İrrasional i ilə işarə olunur. Daxildir i-yə. İkincidə alfa üstəyəl 2 beta. Bu da irrasional olacaq. Alfanın yerinə yaz. 3 çıx kökdə 5 üstə gəl 2 vur 3 üstə gəl kökdə 5.
3 çıx kökdə 5 üstə gəl 2 dəfə 3 6 üstə gəl 2 kök altında 5. 3 dən 6 toplamda 9. Mənfi kökdə 5 üstə gəl 2 kökdə 5. Mənfi 1 üstə gəl 2 müsbət 1 eləyir. 1 kökdə 5 yazırsan. 1 yazmırsan sadəcə. Bu da irrasionaldır. Çünki kökdə 5 var içərisində. İyə daxildir. Üçüncü. O da irrasionaldır. Yəni yoxa çıxmayacaq. Məqsəd orada köklərin itməsidir. Kökləri də itirmək üçün kvadrata yüksəltmək lazımdır. Burada yəni dördüncünü yoxlayaq. Dördüncüdə irrasional olacaq. Rasional olacaq. Üstə gəl 2 bölünsün beta. Bunun sürət məxrəcini betaya vur. Bunun sürət məxrəcini alfaya vur. Məxrəcə yeniləşsin. Alfa beta. Beta'nı 2'ye vuranda 2 beta. Beta'nı alfaya vuranda alfa beta. Alfanı 2'ye vuranda 2 alfa. Alfanı beta'ya vuranda beta alfa. Alfa vur beta vurulsun. Məxrəclər eynidir. Sürətə toplanacaq 2 beta üstə gəl 2 alfa. Bunlar getdi. 2'ni çıxardıram. Beta üstə gəl alfa. İndi beta üstə gəl alfa onsuz da başda rasional idi da. Başta onsuz da rasional idi. Ona görə 2'ni Q'ya vuranda, yəni rasionala vuranda yenə rasional gedəcək. 5-cidə 2 vurulsun alfa kvadrata çıx beta'nın kvadratı. Burada bu irrasional olacaq. Nəyə görə? Alfa çıx beta kvadratda fərqi kimi yazaram bunu. Alfa çıx beta alfa üstəlik beta rasionaldır. Amma alfa çıx beta irrasionaldır. Bunları ancaq bu 2-dən rasionaldır. Yalnız toplayanda kökdə 5'lər islah gedir. Çıxanda 3'lər islah gedəcək, kökdə 5'lər qalacaq. Ona görə çıxılması irrasionaldır, toplanması rasionaldır. Vuranda da yenə də orada irrasionallıq qalırsa, yenə də irrasional olacaq. Deməli bir dənə burada dördüncü rasional ədəd çıxdı. 5 yox, 6 yox. Hansı irrasional bunu yazarsan? Bax 8'ə bax. Kökdə 2 çıx 1 vurulsun alfa rasionaldır. Yəni Q'ya daxildir. Q rasionaldır deməkdir. Neçəsi rasionaldır? Kökdə i çıx 1 irrasionaldır. Bunu bildirir. Kök var. Yadda saxla. İrrasional ədəddə ancaq qoşması rasional edir. Yəni kökdə 2 çıx 1'i ancaq kökdə 2 üstə gəl 1'ə vursan irrasionallıq itir. O da nəyə görə? Kökdə 2 çıx 1 vur, kökdə 2 üstə gəl 1'ə. Kvadratlar fərqi yaranır. Kökdə 2'nin kvadratı çıxılsın 1'in kvadratı. Kvadrat kökə aparır 2 çıxılsın 1. Görsən rasional oldu. Deməli alfa nə oldu? Kökdə 2 üstə 1'dir. Alfa kökdə 2 üstə 1 isə variantlarda qoy. Birinci variantda məsələn. Alfa bölü 2. Kökdə 2 üstə 1'i 2'ye böləndə heç nə olmayacaq. Bu da irrasionaldır. İrrasional. İkinci alfa bölü kökdə 2. Burada da bir dəyişiklik yox. Kökdə 2 üstə 1 bölü kökdə 2. Bu da irrasionaldır. İrrasionallıq qalır. Üçüncüdə amma ümid var. Kökdə 2 üstə 1'in kvadratı vur alfa kvadratı. Bunu belə yaza bilərəm. Kökdə 2 üstə 1 vur alfanın bütöv kvadratı. Çünki kvadrat hər ikisində var. Alfanın yerine gətirim kökdə 2 üstə 1 yazım. Misalın yerine səhv yazdım mən deyəsən. Saçdım 9'u 8 deyib 9'u həll edirəm səhərdən. Bir çox bir dəyişiklik yoxdur. Birinci düz gəlir, ikinci də düz gəlir. Bir dənə burada plus olanda bu minus olacaq. Şu. Kökdə 2 çıx 1 olacaq. Burada da hamısı çıx 1 olur. Bir dənə burada üstə gəl qoyacağım. Şu. Kökdə 2 üstə gəl 1. Alfanın yerine kökdə 2 çıx 1 yazım. Düzdür. Kvadratlar fərq etdi. Bir dəfə çıxma, bir dəfə toplama. Kvadratlar fərq etdi. Kökdə 2'nin kvadratı çıxılsın 1'in kvadratı. Kvadrat kök aparır. 2'dən 1 çıxanda 1'in kvadratı da 1.
Tabii bu da rasyonel oldu. 3'ten sonra gelir 4. Alfa bölünsün kökdə 2 minus 1. Alfa onsuz da kökdə 2 plus 1-də düzdür. Minus 1 deyə plus deyil. Alfa kökdə 2 minus 1-də yerinə yaz. Hesablandı 1. Bu da rasyonaldır. Amma 5-ci rasyonal olmayacaq. Çünki bu 2 üstəyə kökdə 2 onun qoşması deyil. Kökdə 2 çıx 1 ilə kökdə 2 üstəyə bir ancaq qoşmalı. Kökdə 2 çıx 1-i ancaq kökdə 2 üstəyə bir rasyonal yer. İrrasional oldu da ancaq qoşması rasyonal yer. Yəni vurmadan söhbət gedir təbii ki. Ona görə bunun hağı da irrasional heç sallama. Deməli irrasional yəni bu çıxdı. Bir də bu çıxdı. Və bir də bu da çıxdı. Yox, o başda vermişdi. 2 dənə. Onu tutalım bir dənə də yazılmasın yazaram. 11. Təkləri yazmayacağım. Mən yazsam sənə qalmır. 3-cü bölmə. Ədədin modulu. Bunu dərsə başlamamışdan qabaq qaydasını izah edeyim. Burada sağla modulda x bərabərdir. Modulda x bərabər x olur. X sıfırdan böyük bərabər olduqda. Modulda x bərabərdir mənfi x kimi açılır. X sıfırdan kiçik bərabər olduqda. Bu iki şərt belə yadda saxla. Bir də modulda a çıxılsın b olduğu kimi açılır. A b'dən böyük olduqda modulda a çıxılsın b əksi kimi açılır. Mənfi açıq b kimi açılır. A b'dən kiçik olduqda. Bunu tərbiyə yaza bilərsən ha. B çıx a kimi yaza bilərsən. Mənfi a çıx b ilə b çıx a demək. Bu iki qaydanı bilsək üstədə. Birincidə yazıb x kiçikdir sıfırdan. Modulda x 3'dür. Yox, bu qalsın bir dənə sordu. Sənə qalacaq. O bir misalları izah edeyim. Ne yazarsın? 1 yox 2. 2'də a üstü 6 üstə gəl 2 a üstü 4 üstə gəl 1 çıxılsın. Mənfi a üstü 6 çıx 2 a üstü 4 çıx 9. Burada birinci qalır olduğu kimi. Bu üçündən də modulun içərisində, bu üçündən də mənfini çıxar mütərizə xaricinə. Modul mənfini aparır. Çıxılsın, modul mənfini aparır, mənfi qalmır. Yəni mütərizə qalır bir dənə. A üstü 6 üstə 2 a üstü 4 üstə gəl 9 mütərizə ilə qalır. Bu ifadə a üstü 6 cüt dərəcə olduğuna görə müsbət demişəm. A üstü 4 də cüt dərəcə olduğuna görə müsbətdir, 1 də müsbətdir. Toplayanda hamısı müsbət edir deyə modulu atsan da olar. Yəni modul qalmasa da olar. Mütərizəni aç, işarədə dəyişdi. Çıx 2 a üstü 4 çıx 9. A üstü 6 a üstü 6 getdi. 2 a üstü 4 2 a üstü 4 getdi. 1-dən 9 çıx. Mənfi 8. Bax, x çıx y. Hansı böyükdür? Y daha böyükdür. Ona görə bu əksinə açılacaq. İkinci böyük olanda əksinə açılır. Z çıx y. Y daha böyükdür, yenə əksinə açılacaq. Sadəcə mütərizə qabağa at ki, mütərizə içərisində at ki, işarə dəyişməlidir. Qarşısında mənfi var çünki. Z dəyişmədim ki. Y çıx Z. Z çıx x. Bu olduğu kimi qalır. Yenə də mütərizə daha açıq. Qarşısında mənfi var.
Y çıx Z olduğu kimi qalır. Mötərizə açmasan da olar. Qarşısı müsbət də olsa problem törətmir. Y çıx X çıx Y üstə gəl Z işarəni dəyiş. Z üstə gəl X yenə işarəni dəyiş. Toplananları indi axtaraq. Y ilə mənfi Y getdi. Mənfi X ilə müsbət X getdi. Z ilə mənfi Z getdi. Qalır yenə Y ilə Y çıx Z. Cavab da 3'dür, 4'dür. Sekizi başa saldım. X plus Y fərqli deyil sıfırdan. 18 çıxılsa modulda X üstə gəl modulda Y 2 modulda X plus Y. Ən böyük qiymətini tap. İfadənin ən böyük qiyməti üçün bu çıxılandır da bu kəsir hissə. Bu maksimum az olmalıdır ki 18-dən nə qədər az rəqəm çıxsın o qədər böyük cavab alınır. Bunun ən böyük qiyməti üçün bu kəsirin, bunun ən balaca qiyməti, kəsirində ən balaca qiyməti üçün məxrəcin ən böyük, sürətində ən kiçik qiymət lazımdır. Belə bir bərabərçiliyi var, buna lazım olacaq. Hələ 2 ədədin modullar cəminin modulundan böyük bərabər olur həmişə. Sən elə bil ki, gətir bu ifadənin yerinə modulda X plus Y gətir qoyasın. Nə olur? 18 çıx. Modulda X plus Y. Aşağıda da 2 vur X plus Y modulda. X-a gedir. 18 çıx. 2-də 1. Düzdür? 18-dən sonra 5 çıxanda 17. Tam onu döyüş. Bildim. Eynidir 10. X üstə gəl Y bərabər 5. X çıx A üstə gəl 3. Y üstə gəl B çıx 13. Bərabər 0. 2 dənə modul cəmi 0-dır. Modul həmişə müsbət olan bir ifadədir. Modul 2 dənə müsbət olan ifadənin cəmi 0-dırsa hər biri ayrılıqda 0 olmalıdır. Başqa yol yox. Çünki sən 2 dənə müsbət yaz bura 5, 3. Cəmi 0 eləmək mümkün deyil. Hər birinin yerinə 0 qoymasam, yəni cəmi 0 ola bilməz. 2 dənə müsbət ifadənin. Üstə gəl 3, bərabər 0. Üstə gəl 1 çıx 13, bərabər 0. Mənə X üstə gəl Y verilib. Mən bundan istifadə eləməliyim. Bundan istifadə eləmək üçün gərək alt-alta toplayım ki, X üstə gəl Y yaransın. Topla alt-alta X üstə gəl Y. Çıx A plus B. Müsbət 3 üstə gəl mənfi 13, mənfi 10, 0. X üstə gəl Y 5 verib, onsuz yerinə əvəzlə. Çıx A üstə gəl B, çıx 10, bərabər 0. Məndən A çıx B-ni soruşur. Bu A ilə B-ni sağa atım. 5-dən 10, 5-dən 10 çıx mənfi 5. Mənfi A keçir sağa müsbət A. Müsbət B keçir sağa mənfi B. Bu qədər. 3-cü bölmə, 4-cü bölmə olacaq. 4-cü bölmə. 2 ədədin ədəd tutursası 12,01-dir. Bu bir dənədir. Bunu yazamazsan yazarım. 2. A kubu B kvadratı böyük 0. A C kubu kiçikdir 0. Bir də A B C böyükdür 0. Bu B kvadratı həmişə müsbət olan bir ifadədir. Düzdür? B kvadratı müsbətdirsə, yekun ifadənin 0-dan böyük olması üçün gərək bu A da müsbət ola. Deməli A müsbət. Burada A B C yazdım. A-nı müsbət tapdım. A müsbətdirsə gətir burada müsbət qoy. Müsbəti nəyə vursan 0-dan kiçik alınır. Gərək C mənfi ola. C mənfi oldu. A müsbət tapmısan. B də müsbətdir. C-ni mənfi tapmısan. Yekun hasil 0-dan böyük nə deməkdir? Müsbət deməkdir. Yekun hasil müsbət olmalıdır. Gərək B-yə mənfi qoyasan ki, mənfi vur mənfi müsbət eləsin. Müsbət vur müsbət yenə müsbət eləsin. Deməli B-də mənfi olur. Şöyle müsbət mənfi mənfi cavab verir. Sonra.
7-ci sual. A kiçikdir -1. Mənfi A. Mənfi A kvadratı. Mənfi A kubu. Mənfi A üstü 4. Mənfi A üstü 5. Mənfi 1-dən kiçik sözümüzdən eləm qoyaq. A-ya -2 qoyaq. Mənfi -2. Mənfi -2-nin kvadratı. Mənfi -2-nin kubu. Mənfi -2-nin üstü 4. Mənfi -2-nin üstü 5. Mənfi -2 vur, mənfi müsbət edir. Mənfi 2-nin cüt dərəcədən qüvvəti mənfi saxlamır. 2 üstü 2 4. Qabaqda da bir dənə mənfi var, ona görə mənfi qalır. Mötərizənin içərisindəki mənfi yoxa çıxır. Cüt dərəcədir. Çöldə mənfi qalır. Mənfi 2-nin kubu. 2-nin kubu 8-dir. Mənfi kubu tək dərəcədən qüvvəti yenə mənfi edir. Çöldə bir dənə mənfi var. Mənfi vur, mənfi müsbət oldu. 2 üstü 4 16-dır. Mənfi dərəcədən cüt dərəcədən qüvvəti müsbətdir. Qabaqda bir dənə mənfi var, oldu mənfi. Mənfi dərəcədən tək dərəcədən qüvvəti mənfidir. Qabaqda bir dənə mənfi var, müsbət olur. 2 üstü 5-də 32. Aralarında nə deyir? Ən kiçiyini tap. Ən kiçiyi də -16-dır. -16 hardan gəldi çıxdı? A üstü 4-dən. Cavab yəni mənfi A üstü 4 olacaq. -16 axtarma variantlarda. Cavab A üstü 4-dür. Budca. Sonra. X və Y müsbət ədədlərdir deyir. Elə götür ikisinə də 1 qoy. X-ə də 1 qoy, Y-ə də 1 qoy. Bütün variantlarda. Burada öyle böldüm bir üstüne yazın. İkisine 1 var. 1 çıx 1. 0 edir, qabaqda da 0. Yekun nəticə 0. 1 üstə 1 2 eləyir, qabaqda mənfi var, mənfi 2. 1 çıx 1 0 edir, qabaqda mənfi var, fərqi yoxdur 0. 1 qoyanda mənfi 1 yaranır. Yenə 1 qoyanda mənfi 1 yaranır. Ən kiçik hansıdır? Mənfi 2 olan. Özündən uyğun qoyursun. 10-cu sual. Bu 3A bölünsün beyni var ha. Bunu kəsir kimi yaz. 3A bölünsün B, üstə gəl. B bölünsün B. Bərabər 2-yə. Bu B'lər gedir, qalır 3A. Yox, yazmasaq da olar elə. Əziyyət elədik. Başqa misalı get dağılım. Onaydı bu da misal olmalıdır. Bir də modu o da ölmüş. Normal yazaq elə. Çarpaz vur elə bunu. 2 mərkəzinə 1 at. 2-ni B-yə vur 2B. 1-i vur 3A-ya 3A. 1-i B-yə vur 1B. B-ni keçid tərəfi işarəsini dəyişir. 2B-yə çıxılsın B. 3A-ya. 2B-dən B çıxanda B bərabər 3A. Sənə A sıfırdan kiçik deyir. Yəni A -1 özündən olur. B-də 3A-dır. Yəni 3 vur -1. Nə olur? -3. B -3-də A -1-dən hansı daha böyükdür? Təbii ki A B-dən böyükdür. İkisi də mənfi idi, hər ikisi sıfırdan kiçikdir. Oldu, deməli C variantı. 11 eynidir. Deyəmən bu 12-ci misal çaşıb eləyib. Bax bunu belə yaz. A B-dən böyükdürsə A-ya 2 qoy, B-yə 1. Tutaq ki. Yarım qoymayla getməyəcək məncə. C bərabərdir. Bunu yazıram A bölü B, üstə gəl B bölü B. Nə alınır? A bölü B, üstə gəl 1 alınır. İndi A 2-dir, B 1-dir. 2-ni 1-ə böləndə nə edir? 1. Həmişə 1-dən böyük olur, düzdür. İndi A bölü B özü A bölü B özü 1-dən böyükdür. Bunun üzərinə 1 gələndə avtomatik 2-dən böyük olacaq. A bölü B 1-dən böyükdür. Çünki A B-dən böyükdür. Üzərinə də 1 gələndə C də olacaq 2-dən böyük. 1-dən böyük gələndə üzərinə 1 gələndə 2-dən böyük alınır. Ədəd ortada bütün temperaturları toplayırsan 23, 23, 20, 18, 21, 20, 16, 19 toplayasın 7'ye böləcəksən cəmi. Evet. Rahat. Burada da 5. Bir de bu da yeniydi. 15 tane.
16'ya bax. A üstü 4, B üstü 5, üstə gəl. A üstü 5, B üstü 4. Hər ikisindən ortaq vuruq çıxır. A üstü 4, B üstü 4 çıxır. Birincidən B üstü 1 qalır, o birisində A üstü 1 qalır. A üstü 4, B üstü 4, A ilə B tərs ədədlərdir. A üstü 4, B üstü 4'ü A vurur B'nin bütöv üstü 4 yaza bilərəm. Bir də B plus A. Tərs ədədlərin hasili 1'dir. Yəni bu ikisi 1 eləyəcək. 1'in üstü 4'də 1'dir, yəni 1 yazılmayacaq heç. Qaldı B plus A. B ilə A tərs ədədlərdir. Yadda saxla. Tərs ədədlər, ədədlərin özü ilə tərsinin cəmi mənfi sonsuzluqdan mənfi 2'yə birləşir 2'dən müsbət sonsuzluğa. Bu cür yerləşir. Ala bilmədiyi tam qiymətlərin sayı. Ala bilmədiyi hansılar olacaq? Mənfi 2'dən 2'yə qədər. Ala bilmir. Ala bildiklərini budursa, ala bilmədikləri bu. Tam qiymətlərin sayını tapın. 2'dən çıxaq mənfi 2'ni. Yəni 4. Aldığım zaman 1 çıxıram. Çünki intervaldır. İntervaldakı ədədlərin sayını tapanda 1 çıxmaz. Oldu 3 dənə. Sonra burada sənə əsas başlayalım. 29'a. 29 yox, 26. 26'dan 2 dənə də birini yazıb gələ bilərsən. yazabilirsin. 15 ədədin ədəd ortası 7,2'dir. 15 ədədin cəmi x olsa, mən cəmləyib 15'ə bölsəm, sayına bölsəm, ədəd ortanı taparam. Toplayıb sayına böləndə ədəd orta eləyir. Toplayıb tutaq ki x almışsan. X'i böldün sayına, ədəd orta elədi. Deməli x'i tapanda 15'i 7,2'yə vururam. Oldu 108 kökləyəcəm. Ədəd 15 dənə ədədin cəmi. Bu ədədlərin cəmi 6'da 1'ini tap. 108'in də 6'da 1'ini tap. 18 eləyəcək. 26. 4 ədədin ədəd ortası 16'dır. 4 dənə ədədin cəmi x olanda ədəd ortasını tapırsansa sayına bölürsən. Yox, 16'ya niyə bölürəm? Sayı 4 dənədir. 4'ə bölürsən 16 eləyir. X tabanı 4'ü 16'ya vur. 64. Deyir, ədədlərə bir dənə də ədəd əlavə olandan sonra. Əvvəlki cəm 64 idi. Bir dənə də ədəd əlavə edeyim, y olsun həmin ədəd. Cəm oldu 64 plus y. Əvvəlkilərin cəmi 64 idi, yeni ədəd də y-dir. Sayı nə qədər artır? 4 dənə var idi, bir dənə də rəqəm gəldi. 5. Neçə oldu ədəd orta? 14. 64 plus y. 64 üstə y, 4 üstə 1, 5 edir. 5 14'ə vur, 70, bu məxəzi 1'dir. Y oldu 70'dən 64'ə 6. Deməli, əlavə olunan ədəd 6 imiş. Burada 29 rahatdır. Vurğu köşklərisini salıb müqayisə edəcəksən. 4 kök altda 2 çıxılsın 2 kök altda 6. 4'ü kvarada yüksəlt. 16. Çəlik 2'yə vur. 32. Kökdə 32. 2'ni kvarada yüksəlt. 4. 4'ü 6'ya vur. 24. Hansılar böyükdə 32. Ona görə müsbət edir. 3 kökdə 5 çıx. 5 kök altda 3. 3'ün kvadratını vur 5'ə. Çıx. 5'in kvadratını vur 3'ə. Hesablayaq. 3'ün kvadratı 9'dur. 9 vur 5 45. 5'in kvadratı 25'dir. Vur 3 75. Bu da sıfırdan kiçikdir. Mənfiyə gedir.